Allah buyurur ki Musa əleyhissalama, buyurur ki mən 6 şeydə qərar vermişəm. İnsanlar başqa yerdə axtarır. İnsanlar səhv salır, yerini səhv salır. Mən 6 şeydə qərar vermişəm, insanlar gedir başqa yerdə axtarır. Elə bir-birinə deyərlər ki, bax ayağımı qoyduğum yerdə xəzinə var, qazson çıxardarsan. İnsan bunu burada qazmır, 1 metr o yanda qazır, nəticə olmayacaq. Nə qədər qazsa xeyr olmayacaq. Allah da deyir, mən 6 yerdə qərar vermişəm, amma insanlar başqa yerdə axtarır. Buyurur, mən rahatlığı cənnətdə yaratmışam. İnsanlar onu dünyada axtarır. Ünvanını səhv salır. Rahatlıq adında şeyi cənnətdə qərar vermişəm, dünyada yox. Cəmaat rahatlığı dünyada axtarır, odur ki, tapa bilmir. Rahatlığı cənnətdə qərar vermişəm. Səhv seçim eləyir. Dünyada hər şey ötəridir. Bugün cavandır, canı rahatdır, birazdan saç saqqalı ağarır, yaşlanır, beli bükülür. Bugün sağlamdır, 1 ildən sonra xəstələnir. Bugün pulu var, sərvəti var, 5 il sonra sərvət əlindən çıxır. Övladı var, övlad xəstələnir, övlad dünyadan köçür. Nə var, yoxluğa yaxındır bu dünyada. Varlıqla yoxluq yan-yanadır deyə heç kəs bu dünyada rahatdır, dərdsizdir. Elə bir insan yoxdur, bir dənə də tapa bilməzsiniz ki, heç bir dərdi olmuyor. Dünyada insanlara rahatlıq adında bir şey yaratmamışam. Dünyanın xüsusiyyəti budur ki, darul bəla, müsibət evidir, bəla evidir, yəni çətinliklər var dünyada. Mən axirətdə yaratmışam rahatlığı, insanlar dünyada axtarır. Rahatlıq cənnətdədir ki, orada meyvələr var, istədikləri hər şey var. Ürəyindən keçən hər şey var və orada varlığın yanında yoxluq yoxdur. Mən bu hədisi çox demişəm, deyirlər neçə neymət var cənnətdə, cənnətin özündən üstündür. Neçə neymət var cənnətdə, cənnətin özündən üstündür. Biri də budur ki, cənnətə girən adam başa düşür ki, bugün mənim əlimdə olan şeylər heç vaxt əlimdən çıxmayacaq. Bu his var insanda, cənnətdə. Bu his ki var, insan hiss edir ki, da əlimdən çıxmayacaq, yanımda olanlar yanımda olacaq. Bütün bu neymətlər ki var, sağlamlıq, bütün bu daxili, xarici neymətlər əldən çıxmayacaq. O ən böyük neymətlərdən biridir cənnətdə. Cənnətin neymətlərindən daha üstündür. Allah buyurur ki, mən dünyada rahatlıq yaratmamışam, insanlar dünyada onu axtarır. İstəyir düz, istəmək düzdür, istək düzgündür, rahatlıq istəmək düz işdir. Amma ünvanını səhv salmasın, seçimi düz eləsin ki, rahatlıq hansı məkandır, burada səhv edirlər. İkinci buyurur, mən yüksəliş yolunu təvazökarlıqda qərar vermişəm. İnsanlar təkəbbürdə axtarırlar. Bir adam hamı istəyir uca olsun, yüksək olsun. Yüksəlmək istəmək yaxşı şeydir, amma yolunu səhv salır. Mən yüksəlişin yolunu sadəlikdə qərar vermişəm. Təkəbbürdə yox, təvazökarlıqda. İnsan amma yüksəlmək üçün təkəbbür yolunu seçir. Elə bilir başını dik tutub gəzməklə, ayağını yerə bərk vurmaqla, başqasına gözünün ucu ilə baxmaqla elə bilir ucalacaq. Halbuki zillətin yolu budur, əskilməyin yolu budur. Tarixdə baxın, təcrübəyə baxın. Bütün təkəbbürlülər axırda zəlil olub, bütün təvazökarlar ucalıblar, uca məqam əldə ediblər. Peyğəmbər niyə ən böyük məqamdadır? Və rəfə'nə ləkə zikrək. Allah buyurur, sənin adını ucaltdıq, biz dünyalara hakim elədik. Peyğəmbər niyə o ucalıqda məqama ucaldı? Çünki hamıdan daha çox təvazökar idi. Torpağın üstündə otururdu. Əli əleyhissalamın künyələrindən biri Əbu Turabdır. Əbu Turab yəni torpağın atası. Torpağın atası nə mənada? O qədər təvazökar idi ki, o qədər sadə idi ki, torpaq atası deyirdilər Əli əleyhissalam. Və bütün bu şeylər onların ucalmasına səbəb oldu. Allah bu hədisi mən demişəm, Həzrəti Musa əleyhissalama buyurur ki, heç bilirsən səni niyə Peyğəmbər seçdi?
Heç bilirsən sənin niyə Kəlimullah qərar verdim? Heç bilirsən niyə səni layiq bildim ki, vasitəsiz səndən söhbət eləyim, sənə bu ali məqam verdim. 5 ulul əzm peyğəmbərdən birisən. Heç sən bunun səbəbini bilirsən? Həzrət Musa dedi, ilahi sən bilərsən, mən bilmirəm. Buyurur ki, ey Musa, yer üzünə nəzər saldım, səndən təvazökar bəndə görmədim. O təvazökarlığına görə sənə bu məqamı verdim. Mən baxdım, gördüm, sən mənim qabağımda çox təvazökarsan. Namazdan sonra alnını yerə qoyursan, sağ üzvü yerə qoyursan, sol üzvü qoyursan, özü mənim qabağımda sadə eləyirsən, təvazökar davranırsan, mən də baxdım, bəyəndim səni və səni özümə peyğəmbər seçdim. Allah buyurur, ucalmaq istəyən, yaxşı eləyir, ucalmaq istəyir. Amma yolunu səhv salır. Ucalmaq istəyən gəlsin, özünü sındırsın, təvazökarlıq eləsin, mən onu yüksəldim. Amma yox, böylənmək istəsə, o zaman onu yerə vuracam. Hədisdə var, təkəbbürlər qiyamətdə qarışqa surətində gələrlər. Yəni, ayaq altında tapdalanarlar və o təkəbbürlərinin nəticəsində zəlil olarlar. Üçüncü buyurur, izzət istəyirsiniz, gecə namazında qərar vermişəm. Amma insanlar onu şahların qapısını döyməkdə axtarır, vəzifəlilərin qapısına getməkdə axtarır. İnsanlar izzət istəyir, bu yaxşı şeydir. Amma mənim qapıma gecə qaranlığında gəlsinlər, əl-izzətü lillah, izzət Allaha məxsusdur. Allah izzət sahibidir. Gecə insan alnını səcdədə yerə qoyur, deyir, ilahi mən sənin zəlil bəndönəm, izzət sahibinin qabağında özünü sındıranda Allah deyirsən ki, özünə zəlil dedim, mən səni əziz eləyəcəm, hörmətli eləyəcəm, sənə izzət verəcəm. Amma birdən gedib şahların qapısına gedəsən, məqam sahiblərinin qapısına gedəsən, izzət axtarasan, bil ki, zillətin yoludur o. 5-10 gün ola bilər qabağına qaçsınlar, sənə əl çalsınlar, ayağına dursunlar, amma 5-10 gündən sonra zillət gəlir. Həqiqi izzət göylərdə və yerdə insanın əziz olması, mənim qapıma gəlməsidir və gecə ibadətində qərar vermişəm, mənim qapıma yönəlməkdə qərar vermişəm. Dördüncü budur ki, buyurur, mən ehtiyatsızlığı, hamı istəyir ehtiyatsız olsun da, varlı olsun. Mən varlılığı, ehtiyatsızlığı, gözü toxluqda qərar vermişəm. İnsanlar malın çoxluğunda axtarır. İnsanlar istəyir varlı olmaq üçün malı çox olsun, amma yolu budur. Acgöz adama dünyanın hamısını versən yoxsuldur, kasıbdır. Amma varlı adam odur ki, gözü tox olar. Gözü tox adam varlı adamdır. Ehtiyacı az olar. Ehtiyacı az olan adam həqiqi sərvət sahibidir. Beşincisi, buyurur, elm, hikmət istəyirsinizsə, qarnın aclığında qərar vermişəm. Amma insanlar toxluqda axtarır. Söhbət az qalmaqdan getmir. Yəni, çətinlikdən gedir. Elmə, hikmətə sahib olmaq üçün mədə gərək biraz boş ola ki, ağıl işləyə, beyin işləyə. Amma cəmaat istəyir, canı da rahat olsun, hikmətə də çatsın, elmə də yiyələnsin. Bu səhvdir və axırıncısı budur ki, mən duanın qəbulunu halal tikədə qərar vermişəm. İnsanlar fəryad eləməkdə axtarır. Duan istəyirsən qəbul olsun, qışqırıb ağlamaqla deyil. Dua qəbulu üçün ged yeməyi pak elə. Yeməyin pak olsa, göz yaşı da yaxşıdır. Duada ürək sınsa yaxşıdır. Göz yaşı axıtsın yaxşıdır. Amma qışqırıb bağırmaqla dua qəbul olmaz. Bəzən biz deyirik, niyə məni qəbul eləmirlər? Birinci söz budur ki, ged tikələrə bax, yediyə bax ki, o hardan gəlir. Şübhəli bir şey varsa, Allah Peyğəmbərinə buyurdu ki, ömrü boyu nalə eləsə, duasını qəbul eləmərəm.